O günü birisi yazır ki, mənə bir dini ölkə göstərin ki, inkişafa çatmış olsun. O qədər bədbəxtsən ki, gözündən də xəbərin yoxdur. Sizin bu dəqiqə turist səfərlərində şəkillərini çəkdiyib önündə reklam elədiyiniz sivilizasiyalar hamısı dini sivilizasiyalar olub, ay bədbəxtlər. Ölürsünüz, gedirsiniz Almaniyada o Kölnün məşhur gotik kilsəsinin qabağında şəkil çəkdirirsiniz ki, mən görməmişdə gəldim, çıxdım bura axır ki. Və o kilsəni çox dini bir sivilizasiya yaradıbdır. Sizin tikdiklərinizi görürəm şüşədən və metaldan. Sizdə ruh yoxdur, gözəllik yox. Misir piramidaları belə dini sivilizasiyanın tikdiyidir. Bakının içəri şəhəri bütün Bakıdan daha dəyərli. Dini sivilizasiya yaradıb onu.